Bugün Bərdə şəhərində karate üzrə 9-cu Açıq Qarabağ çempionatı start götürüb. Qeyd edək ki, bu tədbir ölkə başçısı cənab İlham Əliyevin ölkəmizdə idmana göstərdiyi qayğıdan irəli gələrək 2014-cü ildə planlaşdırılmış təqvim planına daxildir. Yarışda Azərbaycanın 35 şəhər rayonundan, eləcə də Gürcüstan və İran İslam Respublikasından 200-ə yaxın idmançı iştirak edib. Öncə yarışın açılış mərasimi keçirilib və dövlət himni səslənib. Çempionatın rəsmi açılış mərasimindən sonra idmançılar tatami üzərində nümunəvi çıxışlar ediblər. Təqvimin əsas məqsədi Bərdə Gənc Karatecilər layihəsinin çərçivəsində təşkil edilmiş çempionatdır. Möhtəşəm çempionatdır. İnşallah növbəti turnirlərimiz Danimarkada təşkil edilmiş dünya çempionatına gedəcək idmançıların yaşlarını, çəkilərini, sayılarını müəyyən etməkdən ibarətdir. Və noyabr ayında Bakı şəhərində keçiriləcək Azərbaycan çempionatında iştirak edəcək komandaları müəyyən etməkdən ibarətdir.